Xanımlar, dolmalarımı başlayıram bükməyə. Bir ikisini sizə nümunə olaraq göstərirəm. Elə hər zaman hazır formalarını göstərirəm. Xanımlar, içərisinə şabalıd qoyacağım. Siz şabalıddan istifadə edirsiniz, yoxsa yox. Xanımlar, həm dolmanın içərisində, bəzi xanımlar dolmanın içərisinə bir ədəd şabalıd qoyurlar. Belə qoyum, göstərim. Bəzi xanımlar dolmanın içərisinə düz ortasına bir şabalıd qoyurlar. Amma mən elə qoymuram. Birini o başdan, birini bu başdan qoyuram. Xanımlar, əvvəlcə balaca şabalıd olanda birini buradan qoyurdum. Böyük şabalıd olanda ortadan bölürdüm. Birini bu başdan, birini bu başdan qoyurdum. Yəni ortadan qoymurdum. İndi də bilirsiniz xanımlar, şabalıd çox bahalı olduğundan belə doğramışam. Belə yaxşıdır xanımlar. İndi qoyacağım, özünüzdə görəcəksiniz də. Özünüzdə görəcəksiniz. Bax xanımlar, birini belə, birini belə. Belə böyük oldu. Böyük, belə daha yaxşıdır da xanımlar. Yəni böyük balaca dolmadı buna nə? Mən bir dənə qoymuram, 2 dənə qoyuram. Yəni 2 yerə qoyuram da, bir şabalıdı bölürəm 2 yerə. Gördünüz gözəl xanımlar. Ben sizə nümunə kimi göstərim. Belə laf yekəcə dolmalar küçülləri, onu da bütöv şəkildə qoymaq olar. Bunlar balaca dolmalardır da. Gördünüz xanımlar. Şələmi götürüm. Belə. Keçən videoda şabalıd təmizlədim. Üzürsəm aş üstünü almışdım. Elə onun üzərindən götürdüm, indi alacağım şabalıd. Çünki görməyəcək, yəni götürəcəm, əlavə edəcəm və belə xanımlar. Bir şabalıdı bir 3 yerə bölürəm, böyük şabalıdlar. Belə, gördünüz də. Çox dadlı olur. Çox ləzzətli olur. Belə. Mən ilk dəfə xanımlar haçan yemişəm. Biz tərəfdə indi edirlər. Amma mən yəni uşaq olduğum zaman biz tərəfdə belə şirin dolma olmuyor, şabalıdlı dolma olmuyor, şirin dolma da olur da bilirsiniz. Mən ilk dəfə, mənim Allah rəhmət eləsin qaynatama. Qaynanam yataq xəstəsi idi. Qaynatam baxırdı ona. Mənim baldızım hansı baldızım ki, məni görüb bəyənmişdi, sonra qardaşıyla tanış etmişdi. Həmin baldızım mən evlərinə qonaq apardı ki, bəs anası qaynanam məni görsün. Mən ilk dəfə onda qaynatam pişirmişdi, şirin dolma yedim. Yəni ki, çox mənə ləzzət elədi də. Yəni ilk dəfə o vaxt yemişəm. Allah təala dünyasını dəyişən bütün əzizlərimizə rəhmət etsin.
Xanımlar, bükdüm, bitirdim dolmaları. Mama. Mama. Bu xanımlar şabalıtlıdır. Mama. Bunun üzərinə pingvin çəkirəm. Qoyuram dondurucuya. Günay çox sevir. Ayın içində bişirəcəm. İndi hər yeməkdən biraz az-az bir gündə bişirilir deyə çox nəyə lazımdır? Hər yeməkdən az-az bişirəcəm. Bir dəfə də bir xanım yazmışdı ki, bizim millət ancaq, mənimlə video çəkir. Bizim millət ancaq kələm dolması, nə bilim yarpaq dolması, aş, başqa bildiyi bir yemək yoxdur. Vallahi biz də bunu bişiririk. Şükür Allahın böyüklüyünə. Min şükür yetirdiyi ruziyə görə. Belə. Hərəsinə biraz edəcəm də. Bunu demək şabalıqlıdır. Bunu ayın içində bunu qoyuram dondurucuya, gözəl xanımlar. Günayın sevdiyidir, şabalıqdır, ona görə bişirirəm. Sevdiyi Günay hansı salat? Xanım demişəm, külfətcəm mətbəx deyil. Nə Günay hansı salat? Cavalı, cavalı salatı. Sonra da ya sevdiyi salatlardan yeməkdən edəcəm. Bu gedəcək dondurucuya xanımlar. Bunu da indi bişirəcəyik. Balaca oğlumla, ikinci oğluma, ikinci balamla, balaca balama ayrı yemək edəcəm. Bu elə Günay yoldaşı mən. Belə. Yəni görəcəkdə. Bu da xanımla bir iki sırada da bir sıra etmişəm. Üstündən də bir sıra belə bükmüşəm. Belə. Bu dondurucuya, bu da bişəcək. Belə gözəl xanımlar. Deməli, şabalıqla edəndə, xanımlar, mən şabalıqla edəndə üzərinə heyva düzürəm. Və bunun üzərinə heyva düzəcəm. Amma belə edəndə üzərinə pomidor soku əlavə edirik. Biz elə sevirik. Bunun üzərinə pomidor soku əlavə edəcəm. Qazan gətirim, yığım. Məli, belə bu. Ağıllı ol, üçüncü. Növbə gözləyir ki, xanımlar, bunu aparacam həyətə. Sənə qurban olma, aparacam da həyətə. Nənən qurban. Bu heç. Xanımlar, yarpaq dolması da bükmüşəm. Dondurucuya qoymuşam. Ayın içi üçün. Şabalıqları da təmizləmişəm. Bəzən xanımlar, mən videolarda belə göstərirəm, götürürəm, qapağını qoyuram, götürürəm. Xanımlar deyir, su əlavə etmirsiniz, nə biləm, boşqab qoymursunuz. Xanımlar, qoyuram. Sadəcə indi videoda yaxşı görünsün deyə, indi gətirim şar suyu tökməyim üstünə. Ya boşqabı qoymayayım. Elə qapağını qoyuram, qəşəng görüntü olsun deyə, belə götürürəm. Sonra təbii ki, üzərinə su əlavə edirəm və qapaq da boşqabı da qoyuram. Amma axıra qədər saxlamıram da boşqabı. Yəni qaynayır, edir, bir 15-20 dəqiqə qaynayandan sonra boşqabı götürürəm. Təzə boşqabı mən belə uşaqlıqdan bilirəm ki, onlar bişəndə açılar. Boşqab qalır, sonra belə deyək, özünü tutur, belə deyək. 15-20 dəqiqə qaynayandan sonra götürürəm boşqabı. Mən açma qaydası budur, gözəl xanımlar. 2 dəfə belə möhkəm vururuq. Gözünüzün qarşısında açıldı. Gördünüz? Bir xanım yazır ki, komandamda olan xanımdır. Arzu xanım buradan salamlayıram, daimi izləyicimdir. Həm də komandamdadır. Deyir ki, məndən də 3-4 yaş böyüdür Arzu xanım. Deyir ki, bəs necə açırsınız, mən aça bilmirəm. Deyir, bəlkə boş bağlayırsınız siz. Deyirəm, Arzu xanım, mən onu boş bağlasam, onlar xarab olaraq qalmaz. Belə gözəl xanımlar. Üzərinə əlavə edeyim. Gətirim yaxından çəkim. Məlik də məni gözləyir, onu həyət aparacam. Nənəsi ona qurban. Gəlirəm, nənəm qurban. Gəlirəm, mən də yoxdum.
Məli. Nənə qurban, gəl gedək həyətə. Görməm həyatım, mənim işim bitdi. Gəl gedək həyətə. Günay, yeməyini bitmədisə parma etdi yedirdim. Hə, yedi bitirdi. Hə, tamam, gələm həyətə yetişdirəm. Göz bəbəyim. Xanımlar, biz gəldik həyətə. Məlki yedizdirim. Can. Ay, şöyle al. Ağzını aç. Sonra kamport içsin. Ağzını aç. Ay, sağ ay maşallah. Kamport içsin. Seni kurban oğlum. Heyran oğlum. Gel yemeği de vereyim. Gel tez yemeği de vereyim. Malik gel. Gel. Tez ağzını açsın balım. Oy maşallah. Komportdan da iç. Gel komportdan da iç. Ay maşallah. Yaxşı özün götür. Yaxşı deyil. Özüm götürüm iç. Yaxşı yavaş. Ay maşallah. Nuş olsun balamın. Can mənə. Ağzını açsın balam. Ağzını açsın. Ay maşallah. Maşallah mənim balam. Maşallah. Gel komportundan da iç. Oy sənə qurban olum. Oy sənə heyran olum. Komportundan da götür iç. Ay sağ ol. Yavaş dökərsən. Yavaş. Ay sağ ol. İndi geçir. Sənə qurban olum mən. Yedim qurtardım gəl yenə. Yaxşı. Nənə qurban. Sənə qurban olum. Balamı küçüyə çıxartmışam. Gəl də yaxşı gəl. Sənə qurban olum. Kapıyla işin olmaz. Can nene. Nenen sana kurban. Balam küçüğe de oynamaya. Seni kurban olun. Gel biraz uzakta oyna da. Gel biraz o tarafta oyna. Nenen sana kurban. Ben oturmuşum balam da oynuyor. Meri. Gel o tarafta oyna. Sen kapıda işin olmasın. Sen gel o tarafta oyna. Sıkıntı işi. Gel o tarafta oyna. Nenen sana kurban olsun. Bu tarafta Meri. Aynen bu tarafta gel oyna. Orada gel oyna. Sana kurban olun. Kapıyla işin olmasın. Sen gel. Seni kurban olum. Ay Melih. Seni kurban olum. Zoom. Nene. Melih gel evet nene kurban. Gel yürüyümüze. Nene yoruldu axı. Nene yoruldu diye nenen kurban. Gel. Geriye eve de ben yoruldum axı. Nenesinin körpəsi. Ay maşallah. Sənə qurban olum. Ay balam getdi ki sən gəldi. Sənə qurban olum. Xanımlar, güllərin gözəlliyinə baxın. Biraz çox açıblar. Olsun. Bunlar görürsünüz. Bunlar gönçədilər. Bunlar evdə açırlar. Sonra bunlar görürsünüz xanımlar. Məni. Bunlara baxın xanımlar, gönçələri. Ne gözəldilər. Belə kəsirəm aparıram. Hər günün üzərində olur da 3, 4, 5, nə bilim 2. Belə kəsirəm aparıram evdən. Xaşım güldana qoyuram. Bizdə bilirsiniz də qış elə soyuq keçmir axı. Ona görə olur. Güllərin üzərində olur. Amma tam da aça bilmir. Yəni onun üçün də soyuqdur onu. Ona görə aparıram evə. Evdə isti olur deyə açırlar. Hamısını çəhrayı kəsdim. Məlik gəl nənə qurban. Gedəydi evə dayı. Bayaqdan oynayırsan. Aparım gül qabına qoyum.
Xanımlar, görün güllər nə gözəldir. Mən ümumiyyətlə ağ gülləri, bir də çəhrayı gülləri çox sevirəm. Rəng olaraq da sevirəm, belə də sevirəm. Becir. Mən xoşum gəlir belə yarpaqlı. Bəzən görürəm xanımlar yarpaqlarını tam kəsirlər gülün özünü. Amma belə olanda daha qəşəng görünür. Xanımlar, keçən videomda gördünüz də bir dənə deməli plastik qab almışdım. Gətirib burada daha rahat göstərirəm sizə. Plastik qab aldım, çox xoşum gəlir. Həm də plastik güllər. Süni güllər də belə deyək. Amma belə baxanda sonca adam elə bilir ki, təbiidir. Çünki hər zaman təbii güllər olmur. Ona görə qəşəng görünsün deyə videolarımızda aldım onu. Görürsünüz xanımlar, gönçələr də necə gözəl görünür. Ümumiyyətlə, rəng olaraq çox gözəldir. Rəng olaraq çox gözəldir. Çox. Daha çox ön tərəfə belə yığıram ki, ön tərəfdə qəşəng görünsün. Həqiqətən qəşəngdirlər. Gönçələr laf yaxşıdır. Biraz belə qoyuram ki, gönçələr seçilsin də, hiss alınsın. Bunlar artıq çox açıb. Bunlar gönçədirlər. Belə. Amma şirniyyat bişirəcəm. Xanımlar, bu cür balaca. Digərlər dolmaları biraz bunlardan böyük oldu, şabalından büktüklərim. Bunlar biraz böyük oldular. Çünki o kələmin böyük hissələrindən kəsdiklərimin böyük qısoklarını şabalıqlı etdim. Bunlar lap balaca oldular. Yəni mən belə sevirəm. Ümumiyyətlə elə biz belə edirik. Gözüm açandan anam, bacılarım belə balaca ediblər. Gözəl xanımlar, tutqu peçenyası bişirirəm. Mənə lazım olanları dəzgahın üzərinə yığmışam. Xəmiri bu qabda yoğuracam xanımlar. Xəmir yoğurmaq üçün qab götürmüşəm. Unu da bu qaba ələmişəm, hazırdır. 4 stəkan undur. İndi ola bilər az getsin. 4 stəkan qədər, 3,5-4 stəkan arası gedir. 250 qram yağ, çərək yağı və ya margarin götürə bilərsiniz. 1 stəkan, böyük xursta stəkan şəkər tozu, siz az da götürə bilərsiniz. Əgər şəkər pudrası varsa, daha yaxşı. Yəni o daha tez həll olurdu xəmirin içərisində. Məndə az idi deyə ona görə elə şəkər tozu götürdüm. 1 armudu stəkan buğda nişastası, qarğıdalı da ola bilər. 2 yemək qaşığı kakao, 1 armudu stəkan, yəni 100 ml böyük xursta stəkan yarısı bitki yağı, 1 ədəd yumurta, 1 paket vanil, qabartma tozu paketin yarısı. O qədər əlavə edirəm, 1 cimdik duz. Yeni unutmuşam. Deməli, 2 yemək qaşığı da un götürəcəm. Ümumi götürdüyüm 4 stəkan undan. Unu götürüm xanımlar.
Nəyə görə xanımlar? Çünki xəmiri yoğuracağam. Axırda deməli xəmiri 2 hissəyə ayıracağam. Xəmirin bir hissəsinin üzərinə 2 yemək qaşığı kakaonu əlavə edəcəm. Xəmirlərin kıvamları eyni olsun deyə digər deməli ayırdığım xəmirin üzərinə 2 yemək qaşığı sadə xəmirin üzərinə 2 yemək qaşığı un əlavə etməliyəm. Ona görə də ümumi undan xanımlar ümumi ki götürmüşəm 4 deməli stəkan undan 2 yemək qaşığı unu götürürük. Götürürəm. Belə. Deməli, qabartma tozundan və undan başqa bütün burada olanları xəmir yoğuracağımız qaba əlavə edəcəm. Sonda qabartma tozunu və unu, həmin bu qalan unu əlavə edib xəmirimi yoğuracam. Ondan sonra xəmiri 2 dənə qaba ayıracam. Bir qabın üzərinə 2 yemək qaşığı götürdüyüm unu, bir xəmirin də üzərinə 2 yemək qaşığı kakaonu əlavə edəcəm. Yəni 2 rəng xəmir olacaqdır. Bir sadə, bir kakaolu rəngdə. Belə gözəl xanımlar. Yəni bəzən xanımlar yazırlar ki, nişasta olmasa, xanımlar biri olmayanda, nə bilim, o biri olmayanda alınmır da. Yəni istədiyimiz peçeniyə, pirojna, yəni alınmır da. Ona görə də mütləq reseptdə nə varsa onu etməliyik. Məsələn, şəkər tozunun əslində şəkər tozu deyil, şəkər pudrası daha, yəni xəmirdə həll olunduğu üçün o daha yaxşıdır. İndi olmadığı üçün şəkər tozu, şəkər pudrası eyni belə deyək də, tərkib olduğu üçün şəkər tozundan istifadə edirik. Amma digərlərinin biri olmasa, yəni olmur. Yağ, çəli yağı da ola bilər, margarin də ola bilər. Amma digərləri olmalıdır mütləq gözəl xanımlar. Bir də xanımlar, deməli, tutku peçenyasının ortasına, indidən deyim xanımlar irad bildirməsin, tutku peçenyasının ortasına mən çox zaman damla şokolad əlavə edirəm. Əslində bu dəqiq evdə Nutella var. Sadəcə o biraz çətindir, onu əlavə et, bir də bulaşır, səliqəli alınmır peçeniyə, ortasına əlavə etmək üçün. Ona görə mən çox zaman elə damla şokoladını əlavə edirəm. Damla şokoladda keçən dəfə baxdım paketlərin içində lap az idi. Yəni az olduğuna görə də bahaydı, almadım. İndi evdə hal-hazırda damla şokoladı yoxdur, amma Nutella var. Nutellanı da edəndə səliqəsiz olur. İstər-istəməz çıxır, orasına deyil, ona görə istifadə etməyəcəm. Qeyri-adi bir, yəni fərqlilik də olmur dadında. Ona görə mən, yəni damla şokolad olanda edirəm, amma yoxdursa etmirəm. Yəni siz də etməyə də bilərsiniz. Bu qədər. Mən başlayayım xəmirimi hazırlamağa. Xanımlar, bu xəmiri indi 2 bərabər hissəyə ayıracağım. Xəmiri 2 hissəyə ayırdım. Bir hissənin üzərinə 2 yemək qaşığı kakaonu əlavə edirəm. Digər xəmirin üzərinə isə 2 yemək qaşığı un əlavə edirəm ki, xəmirin bəşliyi, boşluğu eyni olsun da, kıvamı eyni olsun. Quyruq qalır, xəmir özünü tutur. Sonra yumru şariklər edirik. O sizin öz zövqünüzə bağlıdır. Şarikin böyüklüyünü, kiçikliyini nə boyda edəsiniz. Və hər şarikdən neçə ədəd seçirsiniz, o sizin öz zövqünüzə bağlıdır. Mən lap yumru xanımlar, lap balaca fındıqlar olur.
balaca fındıq yox, böyük fındıq boyda edirəm şarikləri. Soyuducuya qoyun. Bir 15-20 dəqiqə qalsın. Ona kimi də mən gedim komandamda xanımlarla hal-əhval tutum, görüm nə edirlər. Sonra başlayım etməyə, hazırlamağa. Yəni bunlar zaman aparır deyə bunları çəkmədim də video. Bunları hazır etdim. İndi başlayıram peçenyanı hazırlamağa. Canım. Ay sənə qurban olum. Sən get mama yanına, mən bişirim, səni çağıracağım. Yaxşı? Get, hə, mən səni çağıracağım, get. Xanımlar nə edirik? Belə. Sonra tezləşdirəcəm də. Hərəsindən bir ədəd. Mən belə edirəm, 3-3 edirəm. Belə. Siz 4-4 də edə bilərsiniz. Hətta 5-5 görürəm xanımlar edir. Yox xanımlar, onlar böyük olur. Elə inanın belə qəşəngdir. Həm sayı çox alınır. Həm də ki elə belə, yəni sayına görə də yox. Sayına görə də yox. Yəni hər şeyin yəni qədəri var, təhri var da. Xanımlar, deməli, damla şokolatı olanda belə birləşdiririk. Görürsünüz, belə birləşdiririk. Bu cür. Bu hissəsinə damla şokolatı əlavə edirik. Sonra belə əlimizdə forma veririk, onun ortasında qalır. Ya Nutella da əlavə edirik. Nutella əlavə edəndə, Nutella əslində damla şokolatla da yaxşıdır. Sadəcə səliqəsizlik olur, çox vaxt gedir. Ona görə etmirəm. Nutella var evdə. Belə xanımlar, birləşdiririk, gördüyünüz kimi. Görünür də. Böyle çıxırıq. Əlimizin içine alırıq, ovucumuzun içine. Belə fırlayırıq. Forma veririk. Gördünüz. Görün ne qəşəng oldu. İşte. Görün necə gözəl. E, 160-170 dərəcədə bişirirəm. Heç saata baxmıram. Altı qızarır, üstü qızarmır da xanımlar. Altı qızarır, üstü qızarmır. Belə götürürük. 15-20 dəqiqəyə bişir. Çox yüngül, ovuntulu peçenyedir. Yəni bizdə evdə hamı sevir. Sizlər də bişirin, evlatlarınız, nəvələriniz noşicanlı yesinlər. Bunu göndərirəm sobaya bişməyə, digərlərini hazırlayım.
Hanımlar, tutku peçenyələrim hazırdır. Bir dənə bu list oldu, bir də qalanlarına digər listə bişirdim. Məliklə Günay isti-isti yedilər, Nuşicanla yedilər. Nənəsi qurban. Xanımlar, sobanı açıram, baxım görəm hələ altı qızarıb, qızarmayıb. Özünü öldürür ki, ver mən yeyim. Deyirəm, nənə qurban, qoy bişsin sonra da. Siz o Məlikin o sevincli anını görəsiniz. O bir məsəl var, deyir, sevgi barədə soruşurlar. Deyilir ki, sevgi anlatılmır, sevgi yaşanır. Yəni, bu tək qadın-kişi münasibətində olan sevgidən getmir. Ümumi, yəni, insanlıqda olan sevgidən söhbət gedir. Anan balıya, balan anaya, insanlara qarşı da, yəni sevgidən, Allaha qarşı sevgidən gedir. Yəni, o əsl, o gözəl anları insan göstərə bilmir. Onu, həmin anı insan yaşayır. Onu göstərə bilmir. Məsələn, mən bişir, həmin o Məlikə verdiyim anı mən heç çəkmirəm sizə. Çünki o anın, o necə deyirlər, o zövqünü özüm almaq istəyirəm. Nəvəm almaq istəyirəm, sən gözləmə, sən çəkəcəm, mən sənə verəcəm, yox. Siz bir bilsəniz, Məlik necə sevinir. Təşkiriyyatda yox, elə hər bir şeydə. Yəni, həmin anları çəkib mən göstərməm ki, sizlərə. Çünki həmin anı yaşamaq istəyir insan. Mən onu çəkmək istəsəm, o anı yaşaya bilmirəm ki. Yəni, bir görsəydiniz, Məlik necə sevərək, sevinərək onu yedim. Nənəsi qurban. Gətirim qaba yığım. Nənəsi ona qurban. Xanımlar, 37 ədəd alındı da. Günayla Məlik yedilər, hərəsi birini yedi. Bugün də onlar yiyəcək. Mən elə də sevmirəm xanımlar. Şabanım sevir, Günay sevir. Yəni belə balı qara qalmışdı artıq, yumuru belə elədim, Məlik yesin. Yadımdan çıxdı, heç onu vermədim. Nənəsi qurban. Elə sevindi ki. Özə xanımlar, sevinəndə belə fırlanır, oynayır, əl çalır. Bizə deyir ki, siz də əl çalın. Nənə, mama, siz də belə əl çalın mənə. Oynayır, belə fırlanır. Nənəsi ona qurban. Görürsünüz necə gözə alınıblar xanımlar. Bunu burada etdim xanımlar. Sobada da yemək bişirdi. Elə bir isti vurdu. Sanki belə də yumşaldı xəmir. Çünki niyə qoyuruq soyuducuya? Özünü tutsun xəmir ki, yəni yaxşı alınsın da forma verəndə. Mən də bütün tutku peçenyaları hər zaman belə alınır. Bu formada alınır. Mən belə sevirəm bu formada. Bəzən xanımlarda görürəm belə. Sevmirəm də, elə bilirəm ki, belə səliqəsiz olur. Mən də bütün fikir versəniz, evimin səliqəsi, arama bölməsinə, hissəsinə yazın, evimin səliqəsi, tutku peçenyası. Yəni, demək olar ki, belədir hamısı. Bu dəfə alınmadı. Niyə? Çünki istiydi, sobada yanırdı. Ona görə. Amma olsun. Əslində, əsl tutku peçenyasında bu formada olur. Fikir vermişsinizsə xanımlar. O formada olur, bu formada olur da, yəni belə olur. Yəni forması. Amma mən belə sevirəm də. Hansı belə? Belə sevirəm. İlk etdiyim andan belə alınır. Mən də belə sevirəm. Nuşicanla yesinlər. Altı da belə xanımla görürsünüz. Altını çox qızartmağa gərək yoxdur. Belə.
Hanımlar, gördüğünüz kimi bu xaşdır. Bunu ancaq böyük oğlum yeyir. Bu da kəllə paçadır, ancaq ikinci oğlum yeyir. Balaca oğlumla, balaca balamla Günay ümumiyyətlə yemir. Nə xaş, nə kəllə paça. Mən hər ikisindən yeyirəm. Böyük oğlum xaş yeyir, ikinci oğlum kəllə paça yeyir. Mən hər ikisindən yeyirəm. Amma belə də, yəni olanda yeyərəm, olmasa yemərəm elə. Bunları indi mən təmiz yuyum, tərtəmiz ağardım, yuyum. İki hissəyə ayıracağım, çünki ancaq böyük oğlum yeyəcək. Mən elə də yemirəm, böyük oğlum yeyəcək. 2 dəfə bişirəcəm. Bugün bişirməyəcəm, istəmədilər. Dondurucuya qoyacağım, 2 dənə paketdə. Birini sabah bişirərəm, birini başqa vaxt bişirərəm. Həmçində kəllə paçanı da 2 hissəyə ayıracağım. Bunlar necə qaradıq, təmizləməyiblər heç. 2 hissəyə ayıracağım. Yarısını bir dəfə bişirəcəm. İkinci balam yesin, yarısını da bir dəfə. Yəni siz dondurucuda saxlayırsınız mı xanımlar, yoxsa elə alan kimi bişirirsiniz? Biz saxlayırıq. Elə tərtəmiz yuyum, bunları ayırım. Sabah bişirərəm, ballarla, uşucanla yeyərlər.